Vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz, xoş gördük sizləri. Məştaqa sağlamlanmasında salonun tam mərkəzində, elə gələk, qapısına qədər asfalt, tam marşrutda yaxındır. Qapını açasan, tam marşrut qapının ağzında saxlayır. Soğukdan artıq qorxması arzularında, bax belə bir gözəl həyət edilir. İnşallah həyətin təqdimatını təqdim edir, sonra göstərir içərisində təqdimatını. Allah herkesin malından gücünə bərəkət versin. Yaşayışlıdır, Allah'ın elələri var. Bütün olan qiymət biz qızmayın, mənə realı olasın inşallah. Olacaq. 10 daşdan, 10 daşın üstüne güzel olur. İlk mərtəbədən aşağı sollarlarla sadece razıdır. İkinci mərtəbədə olanlar tam hazır vəziyyətdə aşağı ilə eyni bir proyektdadır. Giriş hissəsində belə bir navi hissəsi. Navi hissəsi. Sonra sağ hissəsində işıqlandırması nələr var. Yəni qabağa, sol tərəfində də bazı az olsun da ağaclar. Nəyə görə çox vaxt sistemlə olsun, izləyicilərimizi çatdırmaq istəyirəm ki, izləyicilər tam bizi rahat bir şəkildə başlasalar ən azından bizim borcumuz. Sol tərəfi göstərim zəhmət olmasa və giriş hissəsini sizlərə təqdim edək. Çəkin ağzına zəhmət olmasa, ağzından buradan göstərək izləyicilərimiz. İzləyə bilsinlər zəhmət olmasa. Burada aşağıda olan otaqlardır, sadəcə olaraq müəyyən səbəblərlə sizlərə göstərəməyim. Giriş hissəsini təqdim edək və keçək inşallah içərisinin təqdimatına. Bir dənə buradan da burada bir balkonu var, sizlərdə oturması. Buradan bir təqdim edək. Yəni buradan təqdim edək, gözəl görsənir. Allah qızım, Allah mümkün bərəkət versin. Və keçək evin içərisinin təqdimatına. Belə deyək, şəxsi tikilidir. Evdə stili kombidir. Bir zal, 3 yataq, 1 mətbəx, 1 sanzeldən ibarət. İnşallah zal hissəsini təqdim edək. Sonra keçək yataq otaqlarını təqdim etmişim. 3 dənə yataq otağımız var, qeyd etdiyimiz kimi. Birinci yataq otağını təqdim edeyim. Yəni yataq otaqları da kiçikdir, normaldır yəni. Sonra ikinci yataq otağını təqdim edək zəhmət olmasa. İkinci yataq otağını təqdim edək zəhmət olmasa. Və üçüncü yataq otağı, uşaq otağını təqdim edək. Və mətbəximizi,